Deməli, bugün asosial və antisosial insanlardan danışırıq. Bunların fərqi nədədir? Əvvəla asosiallardan başlamaq istərdim. Asosiallar adlarından da göründüyü kimi sosial ortamlara, yəni insanların çox olduğu ortamlara o qədər də yaxın olmurlar. Belə ki, bu tip insanların öz dünyaları olur, öz dünyalarında xoşbəxtdirlər, özlərinə görə xüsusi qaydaları var o dünyanın içində və bu onlara, belə deyək ki, sakitlik verir. Əksinə, onlar çox insan olan ortamlarda özlərini yaxşı hiss eləmirlər, sıxılırlar, gərginləşirlər və tez bir zamanda özlərinin sakit ortamına, öz dünyalarına qovuşmağı gözləyirlər. Adətən asosial tip insanlar zərərsiz olurlar və yaxud da zərərləri özlərinə ola bilər. Belə ki, asosial insanlar sadəcə bu tip ola bilərlər, yəni bunlara introvert insanlar deyilir, daxilə dönük, yəni içə dönük insanlar və yaxud da digər halda hər hansısa bir psixiatrik durumun da simptomlarından biri ola bilər. Məsələn, sosial fobiya, yəni artıq anksiyete adı ilə da tez-tez eşitdiyimiz durumdur. Bu durumda insanlar, məsələn, asosiallar əks halda öz daxili aləmlərində xoşbəxtdirlərsə, psixiatrik durum olan sosial fobik insanlarda onlar artıq sosial ortamlara çıxa bilmirlər. Yəni çox gərgin hiss edirlər özlərini. Sanki hər kəsin diqqəti bunlardaymış kimi, çox özlərini kontrol altında hiss edirlər. Sanki bütün insanlar işlərini, güclərini qutarıblar və bunları tənqid edirlərmiş kimi. Və yaxud da asosiallıq depressiyanın simptomlarından biri ola bilər. Və yaxud da otistik spektrə daxil olan insanlarda da görünür. Yəni otizm tipli insanlarda. İndi isə antisosiallara keçirik. Antisosiallar adlarından da göründüyü kimi bu insanlar cəmiyyətə qarşı, sosial mühitə qarşıdırlar. Yəni bunlar asosiallardakı kimi sakit deyillər. Əksinə, qaydaları pozan, qanunlara qarşı gələn, qanunlara tabe olmayan, onları belə deyək ki, vecinə almayan tip insanlardırlar. Bu insanları məsələn avtobusda gedəndə fikir versəz, asanlıqla dava çıxaran insanlardır. Yəni ki, boş söhbətdən dava çıxardılar. Bir şey deyirsən onlara, mənə dedin sən bilirsən mən kiməm tipli çıxışlarla başlayıb sizi çox pis şəkildə yaralaya bilərlər, sözləri ilə acılaya bilərlər. Antisosial insanların empatiya duyğusu çox aşağıdır. Demək olar ki, yoxa bərabərdir, amma öz yaxınlarına, sevdiyi insanlara qarşı belə deyə empatiya hiss edə bilərlər. Yəni özlərini qarşısındakı insanın yerinə qoya bilərlər. Amma məhz bu xüsusiyyətinə görə ki, yəni bu cür cəmiyyətə qarşı olan reaksiyalarına görə bu tip insanlar, antisosial insanlar cinayət işləməyə meyilli olurlar. Onlar qanun pozduqlarına görə, daha doğrusu qanun pozmağa da meyilli olduqlarına görə həmçinin cinayətə də yatqın olurlar. Amma maraqlısı odur ki, onlar bu cinayəti, hər hansı bir cinayəti işlədikdən sonra peşmançılıq hissi yaşaya bilirlər antisosiallar. Ancaq növbəti videoda isə psixopatlarla antisosialların fərqini izah edəcəyim. O zaman isə sizin üçün daha aydın olacaq ki, psixopatlarda hansı durum özünü göstərir. Yəni uzun sözün qısası, asosiallar maks halda özlərinə ziyan olan insanlardır. Təbii ki, onları sevən insanlar da asosialların bu içinə çəkingənliyindən müəyyən qədər öz paylarını ala bilərlər. Amma onlar adətən sakit təbiətli olurlar. Antisosiallar isə impulsiv olurlar. Yəni tez özündən alışan, tez özündən çıxan, davaya meyilli, qayda qanunları pozmağa meyilli olurlar. İzlədiyiniz üçün təşəkkürlər.